Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verdi. Xanabad Xocalı rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxildir. Kənd silahlı qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli 13-cü əsrə aid kilsə və 9-cu əsrə aid Aslan qalası memarlıq abidələri var. Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə 154 nəfər kəndə qayıdıb. Xanabadda bir sıra sosial layihələr icra olunub, belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib. Eyni zamanda yeni elektrik, qaz və optik xətlər çəkilib. Su arteziyan quyularında və su anbarında təmir işləri aparılıb. 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib. Kənd daxili yollar bərpa olunub. Kəndin girişində Xanabad kompozisiyası quraşdırılıb. Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və dövlət bayrağı ucaldılıb. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş əmrah sahiblinin evində oldular. Kənd buradan görünür elə. Buradan. Yardımcı sahələr də var arxasında. Necə yerləşmiş? Çox gözəl. Allah razı olsun sizdən. Gəlin, sağ olun. Gəlin. Ev necədir? Çox gözəl. Yaxşı. Neçə gün, 4-5 gündür buradasın. Duygu. Gel Mehriban xanım. Sağ ol, hoş geldiniz. Buyur, yavaş sarmal son. Salam. Çok sağ ol. Şahit nedir? Yəni işlə təmin etmək üçün də təkliflər verərsiniz. Artıq müraciət edib bir də şey demişəm. Sürücü işləyir ümumiyyətlə məşğulluqla bağlı cavabcıyım. Biz çalışırıq maksimum sizin tapşırığınızı yerinə. Əlbəttə, burada məşğulluq. Xocalıya köçən 4100 əhalidən 1230 nəfəri daimi işlə təmin oldular. Müəssisələrimiz də çoxdur, cənab prezident. Müəssisələr də çoxdur. Hamısında iştirak edirsiniz. Burada məktəb də var. Var. Burada da var. Bəli. Məktəb də var. Müəllimlər necə? Biz 110 ailəni köçürəndən sonra bugün müəllim kontingentini yığacaqlar bura məktəbin açılmasına. Çünki az əhali ilə aça bilmirlər. 110 qısa müddətdə Novruz bayramına qədər 110 ailə köçürüləcək bura. Evlər hamısı hazırdır. Kəndə işğalın var. 32. Sən işğaldan sonra valideynlərini sağlayır. Şehirlere şehir öğrendim. Arada burada kənddə də var. Burada. Ben de Xanabad kəndi. Anladım. Yaxşı. Onları da Güzel, təbrik. Gedək şəkil ayrıdan. Yetər inşallah. Təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Yaxşı, sən yaxşı oxu, məni göstərərsən.
Çok sağ olun. Sağ olun. Allah Sen de gel. Gel. Al kızım. Ona götürüm sen buca. Aynen. Ne yaxşı balasan. Bak ora şəkil çəkirsən. Bak. Bak ora bak. Sağ ol. Sağ ol. Sağ olun. Sağ ol. Sağ olun. Çok sağ olun.